Xoş gəlmisiniz. Bugün biz, yəni bu təhlilimizdə çox qısa, amma doğrudan da xüsusi bir məsələyə toxunacağıq. Təsəvvür edin, bugün qarşımızda təhlil etmək üçün cəmi bir cümləlik bir məlumat var. Aha, cəmi bir cümlə. Bəli, yalnız bir cümlə. Pezeşkan prezident İlham Əliyevə zəng edib. Vəssalam. Heç bir detal yoxdur. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Düzü, bu cür qısa xəbərlər həmişə ən çox sual doğuranlar olur. Tamamilə. Baxın, bu mənə 19-cu əsrdə göndərilmiş o qısa teleqramları xatırladır. Və ya təsəvvür edin, gecə vaxtı qonşunuzun evinin qarşısından keçirsiniz. Pəncərələr bağlıdır, eləmi? Ay sol, pəncərələr qapalıdır, içəridən heç bir səs gəlmir, amma eyvandakı işıq yanır. Yəni bilirsiniz ki, o yağdılar, bəlkə də nəsə gözləyirlər ya da müzakirə edirlər. Amma nə etdiklərini dəqiq bilmirsiniz. Məhz belə. Bu bir cümlə də o yanan işıq kimidir. Beləliklə, yəni bütün bunlar nə deməkdir əslində? Burada ən maraqlısı odur ki, mənbədə danışığın mövzusu barədə ümumiyyətlə heç bir məlumat verilmir. Əlimizdəki yeganə fakt yalnız iştirakçılardır. Yəni Pezeşkan və Prezident İlham Əliyev. Və sadəcə zəngin edilməsi faktı. Bəli, yalnız hərəkətin özü, yəni telefon zəngi. Başqa heç nə yoxdur. Yaxşı, onda izləyicilərimiz, yəni siz yəqin ki, indi düşünürsünüz, əgər tərəflərin nə danışdığını, müzakirənin detallarını bilmiriksə, sadəcə zəngin edilməsi niyə bizim üçün maraqlı olmalıdır? Çox yerində sualdır. Yəni, mən niyə sadəcə kimsə kiməsə zəng etdi xəbərinə əhəmiyyət verməliyəm axı? Biz adətən detallar istəyirik, qərarların nə olduğunu bilmək istəyirik. Çünki rəsmi ünsiyyət səviyyəsində, xüsusən də belə diplomatik hallarda, bəzən zəngin məzmunundan daha çox zəngin özünün baş tutması əsas xəbər olur. Yəni, mesaj elə zəngin özüdür. Tamamilə düzdür. Bu cür faktlar sadəcə iki tərəf arasında birbaşa ünsiyyət kanalının mövcudluğunu göstərir və ən əsası bu kanalın aktivliyini təsdiqləyir. Deməli, bu bayaq dediyimiz o eyvandakı işığı yandırıb kənardan baxanlara siqnal vermək kimidir. Yəni, bizim aramızda əlaqə var. Məhz elədir. Çünki bu zəngin əsas hədəf kütləsi bəlkə də heç zəngdə iştirak edən tərəflər deyil. Bu cür açıq, amma detalsız məlumatlar adətən üçüncü tərəflər üçün hesablanır. Gözləyin, yəni qonşu dövlətlər və ya rəqiblər üçün? Bəli, qonşu dövlətlər, qlobal bazarlar ya da sadəcə kənar müşahidəçilər üçün. Tərəflər bəlkə də adi, protokola uyğun sadə bir məsələni müzakirə ediblər. Amma xəbəri belə qısa verməklə, yəni bunu sızdırmaqla, həm də öz koordinasiya imkanlarını nümayiş etdirirlər. Yəni, zəngin özü kənar qüvvələr üçün bir növ vizit kart rolu oynayır. Bəli, vizit kart kimi. Kənar müşahidəçilərə xəbərdarlıq edirlər ki, baxın, biz bir-birimizlə danışırıq. Amma bir dəqiqə. Bu, həm də o demək deyilmi ki, tərəflər ictimaiyyətdən çox məharətlə, belə deyək, məlumat gizlədirlər. Təbii ki, bu da var. Bəs niyə sadəcə zəngin mövzusunu qısa bir xülasə ilə vermirlər? Nə olar ki, desələr ki, məsələn, müəyyən iqtisadi məsələni müzakirə etdik? Çünki detalların olmaması onlara unikal bir diplomatik manevr imkanı yaradır. Əgər siz konkret bəyanat versəniz, özünüzü müəyyən bir çərçivəyə salmış olursunuz. Aha, aydındır. Söhbət rəsmi öhdəlikdən gedir. Düzdür. Lakin detalları buraxdıqda həm fəaliyyətdə olduğunuzu göstərirsiniz, həm də heç bir vədlə bağlanmırsınız. Maraqlıdır. Bu, yəni doğrudan da spekulyasiyaları idarə etmək üçün çox ustaca düşünülmüş bir vasitədir. Elədir. Digər ölkələrin analitikləri o bir cümlənin altındakı boşluğu, yəni öz ssenariləri ilə doldurmağa çalışarkən, Bəli. əlaqə yaradan liderlər əsas gedişlərini artıq çoxdan kənarda, səssizcə formalaşdırmış olurlar. Bu, doğrudan da xəbər oxuma vərdişlərimizi tamamilə fərqli bir tərəfə yönəldir. Aha, adamdan daha diqqətli olmaq tələb edir. Bəli. İndi, yəni, növbəti dəfə sadəcə zəng edildi və ya görüş keçirildi kimi bəsit manşetlər görəndə, biz orada çatışmayan məlumatı yox, o məlumatı bilərəkdən niyə gizlədildiyini axtaracağıq. Sözsüz ki, bəzən informasiyanın əsl dəyəri onun sətiraltı sükutundadır. Çox gözəl ifadə etdiniz, sətiraltı sükutunda. Görünür pəncərənin arxasındakı o qaranlıq hissə bəzən ən aydın bəyanatdan da çox məna daşıyır. Tərəflərin nə dediyi qədər, nəyi deməməyi seçdiyi də böyük bir hekayənin vacib parçasıdır. Bu isə siz izləyicilər üçün çox həlledici bir məqamdır. İnformasiya bolluğu dövründə ən vacib mesajlar hər zaman səsli deyilmir.
Bəzən ən vacib mesaj kontaktın yaranmasındadır. Bəli, əlaqənin özü ən böyük xəbərdir. Tam olaraq belədir və bu bizi sonda belə bir sualla baş-başa buraxır. Əgər təfərrüatları verilməyən hər kiçik rəsmi kontakt qlobal şahmat taxtasında əslində başqaları üçün edilmiş bir gedişdirsə, görəsən bugün bizim detallarından xəbərsiz olduğumuz hansı böyük hadisələrin təməli məhz belə sıradan görünən cəmi bir cümləlik zənglərlə atılır? Çox maraqlı ehtimaldır. Bəli, növbəti dəfə xəbər lentini sürüşdürərkən o sətraltı mesajlara fərqli bir gözlə baxın. Bəlkə də o sadə, bir cümləlik xəbər gələcəyin ən böyük hadisəsinin ilk sədasıdır. Bu üzərində tək başına düşünə biləcəyiniz doğrudan da maraqlı bir sualdır.